Bismillah, elhamdülillah, və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Əziz həmvətənlərim, möhtərəm müsəlmanlar. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin sahabələri və onların ardınca gələn tabinlər Ramazanın gəlişinə çox sevinərdilər. Onlar bu ayın gəlişinə xüsusi şəkildə hazırlaşardılar. Ramazandan öncə bir neçə ay əvvəl dua eləyərdilər ki, Uca Allah onları Ramazan ayına qovuştursun. Ramazandan bir neçə ay sonra da dua eləyərdilər ki, Uca Allah onların bu ayda etdikləri ibadətləri, orucları qəbul etsin. Uca Allah bu ay haqqında Quran-ı Kərimdə belə buyurur. İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırt edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər bu ayda oruç tutsunlar. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bu ayda çoxlu ibadət eləyər, çoxlu Quran oxuyar, bu ayı oruclu keçirər və insanları da bu ayda oruç tutmağa təşviq eləyərdi. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bir hədis-i şərifində belə buyurur. Mən samə Ramazana imanən və ihtisabən ğufira ləhu mə təqaddəmə min zənbihi. Kim Ramazanı imanla və mükafatını Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanar. Başqa bir hədisində isə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm belə buyurur. Mən qamə leylətəl qadri imanən və ihtisabən ğufira ləhu mə təqaddəmə min zənbihi. Hər kim ki, Qədir gecəsini imanla və əcrini Allahdan umaraq ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar. Təbii ki, bundan qəsd olunan kiçik günahların bağışlanmasıdır. Böyük günahlara isə xüsusi tövbə etmək lazımdır. Əziz müsəlmanlar, bu ay Quran ayıdır, bu ay oruc ayıdır. Gəlin özümüzü bu gözəl, mübarək ayın savabından, mükafatından məhrum eləməyək. Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm ilahi bir hədisdə Uca Allahın belə buyurduğunu rəvayət edir. Kullu aməl ibn Ədəm ləhu illas-siyam, fəhuvə li və ənə əczi bihi. Uca Allah buyurur ki, Adəm övladının bütün əməlləri ona məxsusdur, yalnız orucdan başqa. Yəni, oruc mənim üçündür, onun mükafatını da mən verəcəyim. Sonra isə davamında buyurur ki, İnnəmə yətruku ta'amahu və şərabahu min əcli. Çünki o, yeməyini, içməyini mənim üçün tərk edir. Subhanallah. Təsəvvür eləyin, Uca Allah oruc tutan üçün necə böyük bir mükafat hazırlayıb. Gəlin özümüzü bu ayın fəzilətindən məhrum eləməyək. Gəlin təkcə Ramazan müsəlmanı olmayaq, həmişə Allaha layiqli bəndə olaq. Bu ay gələndə möminlər sevinər, fasiklər isə bəhanə axtarar. Gəlin bəhanə axtaranlardan olmayaq. Təbii ki, üzür sahibləri, xəstələr, qocalar, uşaqlar, süd verən qadınlar, uşaq gözləyən qadınlar və başqaları üzürlüdürlər. Elə isə sən çalış, özünü bu ayda əzəmətli savabdan məhrum etmə. Quran-ı Kərim bu ayda nazil olub. Bu ayda elə bir gecə var ki, 1000 aydan daha xeyirlidir. Gəl bu ayda nəfsini dincəlt, ruhunu dincəlt. Gəl bu ayda xeyirlərə can at, günahları tərk elə. Aləmlərin Rəbbi olan Allaha tövbə elə. Çalış ki, salih insanlarla dostluq eləyəsən. Onsuz da il boyu nəfsinə uyub günahlar eləyirsən. Çalış bu ayda özünü islah elə. Çalış öz ruhuna, mənəviyyatına nəfəs almağa bir imkan ver. Qoy bu fürsət də Ramazan ayı olsun. Əgər öz qəlbinə islah olmaq üçün bu fürsəti verməsən, öz qəlbinə düzəlmək üçün bu fürsəti verməsən, həqiqətən də qəlb qaralır, qəlb xarab olur. Necə ki, Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm bəzi hədislərində bu barədə xəbər vermişdir. Əziz həmvətənlərim, gəlin özümüzü bu mübarək ayın savabından, xeyrindən məhrum eləməyək. Kim bilir ömrümüzdən nə qədər qalıb? Ömrümüzün qalan hissəsini Uca Allaha ibadətdə, itaətdə, xeyir üzərində keçirək. Və bu Ramazan da bizim üçün bir fürsətdir. Gəlin özümüzü aldatmayaq və bu ayda Allahın həqiqi bəndələrindən olaq. Gəlin özümüzə söz verək ki, bu ayda şeytanın belini qıracaq. Gəlin özümüzə söz verək ki, bu ayda şeytanımızı zəncirləyəcək. Günahların bizləri aldatmasına, bizləri azdırmasına imkan verməyəcək. Özümüzü islah edəcək. Qoy Uca Allah məni də, sizi də qarşıdan gələn mübarək Ramazan ayının ibadətlərinə müvəffəq etsin. Hədə və sallallahu alə nəbiyyə Muhammed və alə əlihi və sahbihi əcməin.